بسم الله الرحمن الرحيم. السلام عليكم ورحمة الله. Kur'an nuru ilə qəlblərimizin münəvvər olmasına xatir, Kur'an oxuyub Kur'ana əməl edənlərdən olmamıza xatir, Allah-u Teala'nın Kur'anda buyurduğu möminlərdən qərar verməyimizə xatir, Peyğəmbər və ali Peyğəmbərin cəmali, kəmalına salavat zikr edək. Allahümmə salli. İzləmək istəyən qardaş və bacılar üçün səhifə 591 Əla surəsi və ondan sonra inşallah 598-ci səhifə Qədr surəsini oxunacaq. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي قدر فهدى والذي أخرج المرعى والذي أخرج المرعى فجعله غثاء أحوى سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا بل تؤثرون
تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى. إن هذا لفي الصحف الأولى. إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى. بسم الله الرحمن الرحيم. إنا أنزلناه في ليلة القدر. إنا أنزلناه في ليلة القدر وما أدراك ما ليلة القدر. وما أدراك ما ليلة القدر. ليلة القدر خير من 1000 شهر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. تنزل الملائكة والروح فيها بإذن ربهم من كل أمر. سلام هي حتى مطلع الفجر. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار. على رسول الله وآله الأطهار. صلوات الشريعة. الله اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الصلاة والسلام على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد. اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين واللعن الدائم على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في محكم كتابه الكريم:
İnna anzalnahu fi leylatul qadr ve ma adraka ma leylatul qadr. Leylatul qadri hayrun min alf shahr. Sadaqallahul aliyyul azim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdatan min lisani yefqahu qawli. Allah'ın salamı, salavatı, rəhmət və bərəkatı üzərinizə olsun əziz dəyərli möminlər. Allah bu gecəni və bu qədir gecələrin feyzindən sizləri, əzizlərinizi, xalqımızı, İslam ümmətini, bütün bəşəriyyəti faydalandırsın. Keçən dəfə dediyimiz kimi, keçən qədir gecəsindən bu qədir gecəsinə qədər nə qədər yaxınlarımızdan, əzizlərimizdən dünyasını dəyişənlər var. Onların ruhlarını yad eləyək və cəmi dünyadan köçənlərimizin, xüsusən şəhidlərimizin ruhları haqqında salavat zikr eləyək. Artıq ikinci qədir gecəsidir. Ramazan ayının 21-ci gecəsi. Bu qədir gecələri hər biri öz ardıcıllığı ilə davam eləyir. Məsələn, 19-cu qədir gecəsi haqqında İmam Sadiq əleyhissalam buyurur ki, Ramazan ayının 19-cu gecəsi olanda hacıların siyahısı nazil olar. Yəni bu il haca, həcc ziyarətinə kimlər gedəcək, onların siyahısı nazil olar. Və buyurur, fi leylətil qadri yuktabu vafdul həcc və fiyhə yuqaddaru kulli əmrin min sənətin ilə sənə. Və bu gecə, belə bir gecədə buyurur, bu qədir gecəsindən gələn qədir gecəsinə qədər, gələn ilin qədir gecəsinə qədər baş verəcək bütün işlər təqdir olunur, tali kimi yazılır. Və buyurur ki, min xayrin av şərrin, av rizqin, av əcəl. İstəyir bu bir il ərzində, qarşıdakı bir il ərzində baş verəcək işlər, xeyir işlər olsun, istəyir şər işlər olsun. Hansı hadisələr insanın başına gələcək, istəyir xeyir olsun, istəyir şər. Və istəyir ruzi barəsində, istərsə əcəl barəsində. Taliyə aid bütün təqdirat, müqəddərat bu gecə həll olunur, yazılır. Və əsas məqsəd bu hədisi çatdırmaqda budur ki, bütün bu yazılar ki yazılıb, 19-cu qədir gecəsində, keçən qədir gecəsində artıq bunlar təyin olunub. Bunlar ki bizim üçün təyin olunub, zamanı imamına təqdim olunub. Xoşbəxtlik bundadır ki, onların təsdiqləndiyi gecə bu gecədir. Yəni bizim üçün bir şansdır bu gecə ki, oturub Allahdan istiğfar diləyək, Allahla razı niyaz deyələyək ki, bizim üçün təyin olunmuşları Allah gözəl bir şəkildə təsdiqləsin bu gecə. Və nəhayət bir müjdə də budur ki, 23-cü gecə bugün təsdiqlənəcək bütün taliyimiz 23-cü gecədə möhürlənəcək, imzalanacaq. Yəni bizim üçün iki gündə vaxt var, 2 gecədə vaxt var, fürsət var. Bəs bu 2 gecədə, fürsətdə, bu gecə və qalan 2 gecədə biz nəyi dəyişə bilərik, nəyə fikir verməliyik, neyniyək, necə bu gecələrdən, bu son 2 gecədən fürsət kimi, şans kimi yararlanaq, bəhrələnək. İstəyərdim əziz Peyğəmbərimizin hədisinə baxaq. İnsan o şeylər haqqında fikirləşməlidir. Fikir görəsən, mən nəyi düzəltməliyəm? Özümdə olan hansı nöqsanı, əyriliyi düzəltməliyəm? Hər birimizi düşündürür və fikirləşirik görəsən bu gecələrdə kimlər bağışlanacaq? Ki, mən də onların siyahısına qatılım. Amma çox maraqlıdır ki, bu gecə bağışlanacaq şəxslər haqqında heç bir məlumat verilmir ki, kimlər bağışlanacaq. Əziz Peyğəmbərimiz bağışlananların xüsusiyyətlərini sadalamır və bu maraqlıdır. Buyurur, ümmətin bağışlanacaq. Buyurur, İnnəllah yəğfiru li ümməti fi leylətil qadr. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu gecə qədir gecəsində mənim ümmətim, bütün ümmətim bağışlanacaq. Amma istisna halı var, buyurur, illə ərbəətən. 4 zümrə istisnadır. Həzrət bağışlananları yox, bağışlanmayan şəxslər haqqında bizim diqqətimizi onlara çəkir. Ki, 4 şəxsdən başqa bütün ümmətin bağışlanacaq. Soruşurlar, onlar kimdir ya Resulullah? Həzrət buyurur, mudminu hamrin, şərab içənlər, və aq valideyhi, valideyninə üsyankar olan, asi olanlar, valideynin qəzəbləndirənlər, üzünə ağ olanlar,
Üçüncüsü buyurur, وَقَاتِعُ رَحِمٍ Silə-i rəhmi, qohumlarla əlaqəni kəsənlər bu gecə bağışlanmayacaq və nəhayət buyurur, وَمُشَاحٍ Yəni qəlbində kin-kudurətlə bu gecəyə daxil olanlar, onlar bağışlanmayacaq. Həzrət Peyğəmbər fikir verirsə, Qədr gecəsində bağışlananlar yox, bağışlanmayanlar haqqında danışır. Diqqətimizi niyə görə bağışlanmayanlara cəlb edir? Çünki bağışlananlar çoxdur, bağışlanmayanlar barmaqla göstəriləcək qədərdir. Onların, belə deyək, zümrəsi, cəmi 4 zümrədir. Demək istəyir ki, çalışın bu 4 nəfərdən olmayın. Əgər bunlardan deyilsizsə, bağışlanacaqsınız. Bu hədisə insan diqqətlə baxanda, bu hədisin arxasında ilahi rəhmət görünür. Və sonsuz bəşəriyyət üçün Allahın mərhəmət Peyğəmbəri olaraq göndərilməsi hiss olunur. Peyğəmbərin xüsusi valideyn qayğısı hiss olunur. Valideyn həmişə adətən görsən, yaxşı övladı barəsində nigaran deyil. Amma narahat övladından həmişə nigarandır. Onunla maraqlanır. Elə onun ardıycan düşür. Bu gecədə Peyğəmbər salavatullah öz ümmətinin, belə deyək, kimlər ki bağışlanmayacaq, onların qayğısına qalır. Əgər qayğısına qalmasaydı, heç adlarını da çəkməzdi. Bağışlanmazdılar da, elə qiyamət günü o cürdə gələrdilər. Amma Peyğəmbəri gör nə qədər narahat edir ki, bu ümmətdən bu 4 dəstə, onların bir-bir adını sadalayır. Bax, buna deyirlər rəhmət Peyğəmbəri. Buyurur, şərab adəsi olanlar. Və bu şərab içənlər haqqında maraqlı cəhət budur ki, heç kəs onlara heç nə demədən, görsən, ilin ən azı 2 ayını, 2 dəfə şərabı tərk edirlər. Məhərrəm ayında, bir də Ramazan ayında. Çox maraqlı cəhətdir. Heç kəs onlara gəlib deməsə də, bəzilər görsən, heç kəs demədən öz-özündən şərabı tərk edir həmin 2 ayda. Elə bil, qəlblərinə gəlir ki, bu ayı hörmətlə yanaşım, hörmətli aydır. İndi bir ay miqdarında Allahın halal haramına diqqət edir, o qədər Allah dərgahında hörmətli sayılır həmin şəxs. Amma belə bir gecədə bilsə ki, əziz Peyğəmbəri ondan ötürü nigarandır, bilsə ki, zəmanə imamı ondan ötürü nigarandır, bunu dərk eləyib, tövbə eləsə, bir ömür xoşbəxt olar, dünya və axirət. Və buyurur, ikincisi, ağ valideyn olanlar bu gecə bağışlanmayacaq. Sanki ağ valideyn olanlara Peyğəmbərin canı yanır, sözü eşitdirir. Kimlər ki, ağ valideyndirlər, kimlər ki, valideynlərin qəzəbləndiriblər, bu gecə məscidə toplaşıblar, yaxud heç məscidə yox, evdə əhya saxlayır. Onlar düşünsünlər ki, əgər valideyni ondan narazıdırsa, qəzəblidirsə, Allah onu bağışlamayacaq. Bu nə deməkdir? Bu bizə verilən bir şansdır. Bəlkə də heç bilməzdik, bu sözü eşitməzdik, elə bu halda gəlib, bu halda da gedərdik, xəbərimiz olmazdı, bağışlanmazdıq. Amma Allah gör nə gözəl Allahdır, rəhmət Peyğəmbərinin vasitəsi ilə bunu bizə eşitdirir. Təsəvvür edin ki, valideynin yerində siz, bizik. Valideynin yerində bizik. Övladımız bizi incidib, gəlib oturub məsciddə əhya gecəsi saxlayır. Sən də ondan çox narazısan. Ona hansı halda baxarsan? Bax, Allah da o cür baxır. Allah bizi ona görə ayıldır. Bu tərəfdən bizlərə, biz övladlara tövsiyə edir, nəsihət edir ki, valideynin get qəlbin düzəlt. O tərəfdən də istər-istəməz valideynin onsuz da qəlbi övladın yanındadır. Valideynə üzrxahlıq eləyən övladı valideyn onsuz da bir bəhanə gəzir bağışlamağa. Və buyurur, üçüncüsü, qati'u rahimin, qohumlarla əlaqəni kəsib, gəlib Qədir gecəsində əyləşənlər. Gör, nə qədər mühüm məsələdir ki, heç ola bilər ki, qohumların sənə, ola bilər ki, maddi cəhətdən ehtiyacı olmasın, amma sənin onlarla əlaqə saxlamağın, tutalım, maddi ehtiyacı varsa, maddi ehtiyaclarına kömək elə, maddi ehtiyacları yoxsa elə bir əlaqə saxlamağın, gedib gəlməyin, ola bilər ki, sən ki, möminsən, mümkün sənin imanından bir zərrə onları da, nurdan onları da sıçraya, onlarda da bir dəyişiklik yarana. Hətta sənə deməsələr də, səndən qidalandıqları qədər faydalı, bəhrə götürürlər. Sənin imanından onlar istər-istəməz bildirmədən bəhrə götürürlər. Ona görə buyurur ki, bu gecə qohumlarla əlaqəni kəsənlər bağışlanmayacaq. Yəni, qohumlarla əlaqələri qurun, bərpa eləyin. Sonra nəhayət buyurur, və muşəhin, buyurur, qəlbində kin saxlayanlar. Təsəvvürlə ki, kimlərlənsə davamız, dalaşımız olub, mübahisəmiz olub, hər nə olub.
o qəlbdə kin-kudurətlə gəlmişik, oturmuşuq burada qəzəblə, kimlərisə qəzəbli halda deyir, ilahi məni bağışla. Allah həmin insanı bağışlayar sizcə. Siz təsəvvür edin ki, ola bilər, indi hər hansı bir hadisə olub. Rəvayətdə var ki, əgər duanız müstəcab olmursa, heç cür qəbul olmursa, baxın qəlbinizdə görün kimə daha çox nifrət hissi var, kimi bağışlaya bilmirsiniz. Onu bağışlayın, Allah o sizin çətinliyinizi həll eləyər, o müşkilinizi həll eləyər. Ən çətin anda, ən çətin bağışlaya biləcəyin şəxsi bağışla, gör Allah sənin problemi həll edir ya yox. Ona görə bu gecə çalışaq qəlbimizdən kin-kudurəti çıxardaq. Bu gecənin ab-havası saf, pak bir ab-havadır. Kindən, kudurətdən uzaq bir ab-havadır. Kimsə bizim xətrimizə dəyibsə, eyb yox, böyülük göstərək, bağışlamağı bacaraq. Çünki ola bilər ki, kimsə bizi qəzəbləndirib, biz ona qarşı kin-kudurət bəsləyirik, ola bilər biz də hansısa bir kobud əməlimizlə, hansısa bir cinayətimizlə, hansısa bir günahımızla Allahı elə qəzəbləndirmişik ki, heç bəlkə də heç Allah bizi o qəzəbinə görə bağışlamazdı, ona görə onu nəzərə alaq. Fikirləşək ki, Allaha da biz çox qəzəblən. İl ərzində görün nə qədər günahlara yol verib Allahı qəzəbləndirmişik. Nə bilir ki, bağışlanan günahlar da onlar, ya yox. Biz də onu nəzərə alaq və fikirləşək ki, istəyiriksə ki, Allah o cür ki, bizim üçün qəzəblənib, bizə qəzəblənib, ondan keçsin, biz də öz qəzəbimizi yığaq. Qəzəbimizi udaq və kimlər ki, bizi bağışlamağımıza ehtiyacı var, heç gəlib bəlkə də üzr istəməsə də qəlbimizdə ən azı o kin-kudurəti çıxardaq. Bax, buradan bilinir ki, Qədr gecəsi təkcə ibadət gecəsi yox, sosial, ictimai mərhəmət gecəsidir. Və burada Qədr surəsində diqqətlə oxuyanda insanın diqqətini bir kəlmə cəlb eləyir. Yəni, diqqəti cəlb eləyən kəlmələrdən biri də budur ki, ayədə buyurur, Qədr gecəsi 1000 aydan üstündür. Biz öz-özlüyümüzdə sual vermişik ki, Allah niyə görə sırf 1000 ay deyir, nə 999 ay deyir, nə 1001 ay deyir, yalnız və yalnız 1000 ay deyir, nə artıq, nə əski, niyə 1000 ay deyir? Biz bunu özümüzə sual vermişik. Bəlkə elə biraz çoxdur idi, daha çox fəzilət əldə eləyirdik. Deyir ki, məsələn, 1100 ay, 1100 aydan Qədr gecəsi daha xeyirlidir. O bizim üçün daha çox fəzilət gələrdi, daha çox savab yazılardı, elə deyilmi? Niyə görə 1000 ay deyir məhz? Rəvayətdə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm öz səhabələri ilə əyləşmişdi və səhabələrinə Bəni İsraildən olan bir kişinin hekayəsini danışırdı. Həzrət buyurdu ki, o kişi 1000 ay Allah yolunda ibadət və cihad eləyib. Bunu deyəndə səhabələr çox təəssüf hissi keçirdilər, kədərləndilər öz-özlüklərində ki, ya Rəsulallah, bizim ömrümüz axı qısadır. Biz bu qədər ibadətə necə çata bilərik? Ona Allah o ömrü vermişdi, o çatdı 1000 aylıq ibadətin savabına. Allah Taala bu zaman deyir, Qədr surəsini nazil elədi və buyurdu ki, Leylətul Qədri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Mənası bilsinədir, yəni həmin o Bəni İsraildən olan kişi ki, bir ömür, 1000 ay yəni keçən dəfə dedik, yəni həddi buluğa çatan insan üçün 1000 ay ibadətlə keçirmək təxminən bir əsrə bərabər, təxminən 100 ilə bərabərdir. Bir əsr insan yaşaya, günahsız keçirdə, nəinki günahsız, Allaha ibadətlə və cihadla keçirsə, Allah ona hansı savabı verərsə, bu gecədəki olunan əməl, bir gecədə olunan əməl ona bərabər yox, ondan üstündür. Görün Allahın İslam ümmətinə olan mərhəməti, qayğısı nə qədər böyüdür. Sanki Allah buyurur ki, ey Peyğəmbər ümməti, mən sizə elə bir gecə verdim ki, o gecənin ibadəti 1000 aylıq ibadətdən də üstündür. Bəzən görsən insanın həyatını bir gecədə insanın həyatı dəyişir. İnsanın həyatı tamamilə dəyişir. Allah bu gecələrə bir ömürlük bərəkəti nazil eləyir. Bir ömür gözəl keçirilmiş ömrün bərəkətini nazil eləyir. İmam Sadiq əleyhissalamdan hədis var ki, Həzrət buyurur, لَا رُفِعَتْ لَيْلَةُ الْقَدْرِ لَرُفِعَ الْقُرْآنِ. Çox əzəmətli gecədir. Həzrət buyurur ki, əgər Qədr gecəsi götürülsəydi həyatımızdan, əgər Qədr gecəsi götürülsəydi,
Buyurur, Quran da götürülərdi. Niyə görə? Çünki Quran Qədir gecəsində nazil olub axı. Yəni Qədir gecəsi olmasaydı heç Quran da olmazdı. Sonra Həzrət sözünə bu cür davam eləyir. Buyurur: "Və law rufi'al Qur'anu la rafa'atil hujja." Yaxud la rufi'atil hujja. Əgər Quran götürülsəydi həyatımızdan, yer üzündəki höccət də götürülərdi. Höccətsiz Quran yəni nəyə lazımdır? Höccətsiz Quranın nə mənası var, nə ifadə eləyir? Bir Quran ki, onu dəqiq izah eləyən, etibarlı mənbəsi yoxdursa, o bizə nə verə bilər? Bugün görürsə nə qədər ixtilaflar, çaxnaşmalar, hərə Quranın ayəsi barədə bir fikir bildirir, amma onun həqiqi izahına ehtiyac duyuruq ki, o həqiqi izah eləyəndə Peyğəmbər Əhl-i-Beyt əleyhimussalam, çünki onlar ilahi höccətdilər. Sanki İmam Sadiq əleyhissalam bu hədisi bizə əziz Peyğəmbərimizin son nəfəslərində buyurduğu, son günlərdə buyurduğu bu hədisi xatırladır ki, özümdən sonra sizə 2 ağır əmanət qoyuram, biri Quran, biri də Əhl-i-Beyt, itrətim olan Əhl-i-Beytimdir. Ki, bunlar bir-birindən Kövsər hovuzuna gəlib çıxana qədər bir-birindən ayrılmayacaqlar. Kim bu ikisindən möhkəm yapışarsa, onlar nicat tapacaqlar. İmam Sadiq əleyhissalam da bu gecəni bu 2 mənbəyə əsaslandırır. Buyurur, əgər Quran, əgər Qədir gecəsi həyatımızdan götürülsəydi, sanki Quran həyatımızdan götürülərdi. Çünki Quran Qədir gecəsində nazil olub. Quran götürülsəydi həyatımızdan, ilahi höccət də götürür. Yəni, Quran götürüləndən sonra da ilahi höccətin nə mənası? Ona görə bu 2 ilahi neymət bizim üçün bax, bu gecələrdə xatırladılır, xüsusi olaraq xatırladılır. Bir hədis var səbir barəsində. Bunu demək olar ki, hər birimiz eşitmişik. Məşhur hədisdir, əziz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən nəql olunmuş bir hədisdir. Ki, o hədis barəsində, məsələn, səbir billidir, Həzrət Əli əleyhissalam buyurur ki, səbir nə qədər gec nəticə versə, axır ki, nəticə verəcək. Nəticəsi səbir edən şəxsin xeyrinə olacaq, amma mütləq nəticə verəcək. Yaxud səbir bir neçə istiqamətdə olunur. Biri tutalım ki, müsibətlərə olunan səbirdirsə, biri günahları etməməyə qarşı səbirdir, biri vacibatı davam etdirməyə olan səbirdir. İmam Sadiq əleyhissalamdan bir hədis var. İmam Sadiq əleyhissalam da Peyğəmbərdən nəql eləyəcəyi hədis. Sonda o hədisi Peyğəmbərdən. Hədis budur. Buyurur, səbir imanın başıdır. Əziz Peyğəmbərimiz buyurur. Bunu hamımız eşitmişik. Əs-sabru rəsul iman. Yaxud buyurur ki, səbrin imana olan nisbəti başın bədənə olan nisbəti kimidir. Yəni, necə ki, başsız bədəni təsəvvür etmək mümkün deyil, səbirsiz də iman təsəvvür etmək mümkündür. Yaxud, başsız bədənin heç bir faydası olmadığı kimi, səbirsiz imanın da faydası yoxdur. Bunu bugünə kimi demək olar hamımız eşitmişik. Elə deyilmi? Amma bunun mənası nə deməkdir? Zahiri mənasını bildik. Amma sən demə bu hədisdəki səbir sözündə məqsəd imamlar əleyhimussalam imiş. Sual doğru ki, necə imamlar? Səbir imanın başıdır. Səbrin bədənə nisbəti, səbrin imana nisbəti, başın bədənə nisbəti kimi deyəndə Həzrət səbirdə məqsədi imamlarımız əleyhimussalamdır. Necə? Necəliyin bilmək üçün bilmək lazımdır ki, Həzrət Peyğəmbər bu hədisi nə vaxt deyib? Hansı hadisədən sonra deyib? İmam Sadiq əleyhissalam mötəbər hədislərlə, mötəbər şəxslər, Əli ibn İbrahim mötəbər şəxslər vasitəsilə İmam Sadiq əleyhissalamdan nəql edir ki, həmin şəxslərin, ravilərin hər birinin adı var, istəmirəm ondan vaxtı keçirdim. Buyurur ki, ey həbs, mən səbərə qalilən. Kim səbr etsə bilsin ki, səbr az müddət tələb edir. Sonra buyurur, və mən cəza'a qalilən. Kim üsyankarlıq eləyərsə, fəzə eləyərsə, tüğyankarlıq eləyərsə, bilsin ki, o da az baş tutacaq. Yəni, insanın ömrünə işarədir ki, insan ömrü onsuz da azdır. İstəyir onu səbirlə keçir, istəyir şikayətlə keçir, dözümsüzlüklə. Ona görə Həzrət buyurur ki, aleykə bis səbr fi cəmi umurik. Ona görə sənə bütün işlərində səbirli olmağı tövsiyə edirəm. Çünki izzət və cəlal sahibi olan Allah Peyğəmbəri Peyğəmbər olaraq seçəndə, Həzrət Muhammədi Peyğəmbər olaraq seçəndə, ona səbri və mehribanlığı tövsiyə elədi, əmr elədi.
Və dedi ki, "Vasbir ala ma yaqulun." Ya peyğəmbər, sənə deyilənlərə, sənə qarşı, sənin əleyhivə deyilən sözlərə səbirli ol. "Vahcurhum həcran cəmilə." Əgər səni narahat edən şəxslərdən uzaqlaşmaq istəsən də, mehribanlıqla uzaqlaş. Gözəl bir şəkildə uzaqlaş. "Vadarni vel mukezzibin ulin ni'mə." Və təşsib eləyənləri məndən baş-başa burax. Mən bilirəm onları nə edəcəyəm. Sonra Allah Taala buyurur, Allah Təbarək və Təala buyurur ki, "İdfa' billati hiya ahsan." Pisliyi ey peyğəmbər yaxşılıqla dəf elə. Bunlar əslində bizə eşitdirilir. Bizə eşitdirilən sözlərdir. Sənə qarşı olan pisliyi yaxşılıqla dəf elə. Necə? Buyurur, "Fəizəl-ləzi beynəkə və beynəhu adavatun kənnəhu valiyyun hamim." Sanki Həzrət Allah Taala buyurur ki, ayənin davamında, əgər belə etsən, pisliyi yaxşılıqla dəf eləsən, düşmənin dostuva sevrilər. Allah Taala bizə psixoloji təlim verir burada. Ki, istəyirsən əgər düşməni elə bir şəkildə məğlub eləyəsən, o dərəcəyə yetişə ki, o sənə dosta çevrilə. Həzrət Allah Taala yolun göstərir bizə. Sənə elədiyi düşmənçiliyinə görə elədiyi pisliyinə yaxşılıqla cavab ver, sonra nəticəsinə bax. Və buyurur ki, وَمَا يُلَقَّهَا إِلَّا الَّذِينَ صَبَرُوا. Buna hər adam nail ola bilmir. Bunu da bizə xatırladır ki, elə bilirsiniz ki, bu asandır ki, düşməni dosta çevirmək. Buyurur, çətindir. Buna hər adam nail olmur. Kimlər nail olur? Buyurur ki, səbr eləyənlər. Yəni, bunu eləmək lazımdır və səbirli olmaq lazımdır. Sonra buyurur, Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm bu ayələri eşitdi, o ayələr nazil oldu, səbr elədi. Həttə nəluhu bil-azayim və ramuhu bihə. Ta ki ona başladılar iftiralar, böhtanlar atmağa. Əvvəl Həzrətin şəxsiyyətinə yaraşmayan sözlər deyirdilər, təhqiramiz, nalayiq sözlər, Həzrət səbr elədi. Sonra başladılar ona böhtanlar atmağa. Deyir, fəzzaqə sadruhu. Peyğəmbərin səbri daraldı, sinəsi daraldı. Allah Taala izzət və cəlal sahibi olan Allah bu ayəni nazil elədi. Bu ayəni nazil elədi. Ki, ey Peyğəmbər, mən bilirəm ki, sənə deyilən sözlərə görə, sənə atılan böhtanlara görə sənin sinən daraldı. Bilirəm. Amma fəsəbbih bihamdi rabbika və kum minəs-sacidin. Narahat olma. Rəbbini həmdi ilə təsbih elə, zikr elə və ona səzdə eləyənlərdən ol. Sonra deyir, nə baş verdi? Mərhələ Peyğəmbəri incidirdilər. Birinci şəxsiyyətinə qarşı nalayiq sözlər görürdülər, səbr edir. Sonra başladılar böhtan atmağa, gördülər, səbr edir. Nəhayət gəldilər, dedilər ki, summə kəzzəbuhu və ramuhu. Sonra deyir ki, başladılar onu Allahın ona göndərdiyi ayələri inkar etməyə, Peyğəmbərin peyğəmbərliyini inkar elədilər. Peyğəmbərin peyğəmbərliyi yalnız öz şəxsiyyəti ilə yox, Allahla bağlı olduğuna görə Peyğəmbər çox kədərləndi. Artıq iş Allaha gedib çıxır. Peyğəmbərin peyğəmbərliyini inkar eləməklə Allaha toxunmuş olurdular deyə Peyğəmbərə ağır gəldi, çətin gəldi. Və ona deyir, daşqalaq elədilər, daş atırdılar görsən Peyğəmbərə. Peyğəmbər hüzünləndi buna. İzzət və cəlal sahibi olan Allah bu ayəni nazil elədi ki, ya Peyğəmbər, onların sənə dediyi sözə görə kədərləndiyindən xəbərimiz var, bilirik. Onlar lə yukəzzibunəkə fəinnəhum lə yukəzzib. Onlar səni təşzib eləmirlər. Vələkinnəl zaliminə bi əyətilləhi yəzhədun. Onlar səni təşzib eləmir. Onlar Allahın ayələrini inkar edirlər. Zalimlər Allahın ayələrini inkar edirlər. Yəni, səndən işləri yoxdur. Mənə görə səni incidirlər. Və səndən öncə də, rəvayətdə buyurur, səndən öncə də Peyğəmbərləri incitmişdilər, onlar səbr elədilər. Onlar səbr elədilər, səbr göstərdilər və bizim köməyimiz gələnə qədər təmkinlə yanaşdılar. O qədər incitdilər ki, ta ki bizim köməyimiz onlara gəlib çıxdı. Və Peyğəmbərə buyurdu ki, ya Peyğəmbər, səbr elə. Peyğəmbər də özünə səbri, dözümü özündə bərqərar eləyəndən sonra deyir, artıq başladılar daha kəskin addımlar atmağa
Allah Taala'nın ayələrin bir-bir inkar eləməyə, Allaha istihza eləməyə Peyğəmbər buyurur ki, ya Rəbbim, mən bu günə qədər mənim şəxsiyyətim barəsində olan sözlərə dözdüm, mən bu günə qədər əhlim barəsində olan sözlərə, irzim barəsində olan sözlərə dözdüm, amma ilahi zikrin danılmasına səbrim çatmır. İzzət və cəlal sahibi olan Allah bu ayəni nazir. وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ. Ya Peyğəmbər, biz göyləri və yeri 6 gündə və onların arasındakıları 6 gündə yaratdıq. Və bu bütün yaratdıqlarımızın bu əzəməti bizi yormadı. Fəsbir, səbr elə. Onların dediklərinə səbr elə. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yenə də səbr elədi. Bütün hallarda başladı səbr eləməyə və nəhayət səbri özünə bir xarakterə çevirəndən sonra sümmə buşşirə fi itrətihi. Ondan sonra imamlar əleyhimussalamın onun itrətindən gəlməsi ona müjdə verildi. Elə bilirsiniz ki, Peyğəmbər Əhl-i Beyti əleyhimussalam, bizim imamlarımız, məsum imamlarımız əleyhimussalamın bu ümmətin rəhbəri seçilməsi sadə bir şəkildə baş verib. Xeyr, Peyğəmbərin bu qədər əzəmətli səbrinin müqabilində Allah Taala bu ümmətin ilahi rəhbərlərini, ilahi höccətlərini Həzrətin itrətindən, nəslindən qərar verib. Ki, onlar da deyir, səbrlə vəsf olundular. Onlar da səbr əhlidirlər. Və buyurur, Allah Taala buyurur ki, وَجَعَلْنَاهُمْ. O ki, Peyğəmbərə bu qədər əzəmətli səbrinin müqabilində müjdə verdi, ki, sənin ümmətinin ilahi rəhbərləri elə sənin öz itrətindən, öz nəslindən gələcək. Sonra Allah bu ayəni nazir. وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا. Biz onları elə imamlar təyin eləmişik. O imamların özü bizim əmrimizlə hidayət eləyəcək insanları. Amma nəyin hesabına? لَمَّا سَبَرُوا. Səbrin hesabına. وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ. Bizim ayələrimizə olan yəqinliyin hesabına. Deyir, فَإِنْدَ ذَلِكَ قَالَ sallallahu aleyhi və aleyh əs-sabru minəl iman. Kərrasi minəl cəsəd. Ondan sonra, bax, bütün bu hadisələr baş verəndən sonra Həzrət bu hədisi söylədi. Dedi ki, səbrin imana olan nisbəti başın cəsədə olan nisbəti kimidir. Fəşəkərəllah, izzət və cəlal sahibi olan Allaha təşəkkür elədi və bunu çatdırdı ki, Allah Teala bu ayəni nazir edir ki, وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ الْحُسْنَى عَلَى بَنِ. Deyir, Allahın gözəl adları, gözəl kəlmələri burada tamamlandı. Yəni, ilahi höccətlər təyin olunandan sonra Peyğəmbərin səbrinin müqabilində artıq bizə ilahi höccətlər təyin olunandan sonra Peyğəmbər sevindi ki, deməklə səbr. Deməli, biz də səbr eləsək, Peyğəmbər səbri ki, özünə xarakterə çevirdi. Biz də səbirli olsaq, Allah Teala Peyğəmbərə onun itirətindən, nəslindən gələn şəxsləri ümmətə rəhbər seçdiyi kimi bizi də mükafatsız qoymaz, xüsusi bir nemət əta eləyər. Sanki Peyğəmbər səbr imanın başıdır, səbrin imana nisbəti, başın bədənin nisbəti kimi deməklə demək istəyir ki, o səbirdə məqsəd imamlar əleyhimussalamdır, ilahi höccətlərdir. Niyə? Yəni, necə ki, başsız bədən təsəvvür eləmək olmaz, səbirsiz iman təsəvvür eləmək olmaz, imamsız da ümmət təsəvvür eləmək olmaz. İlahi höccətlər olmadan imam, necə ki, baş olmadan bədənin heç bir faydası yoxdur, səbr olmadan imanın heç bir faydası yoxdur, hədisin mənası yoxdur ki, yəni rəhbəri olmadan ümmətin heç bir faydası olmaz. Bu gecə o imamların, ümmətin başının, belə deyək, başının kəsildiyi gecədir. Ümmətin başının bədənindən ayrıldığı gecədir. Bu mənadadır ki, ümmətin imamının aradan götürüldüyü, qətl yetirildiyi gecədir. Bu gecə ümmətin başın bədənindən ayrıldılar. Ümmətin möminlərin əmiri olan ilahi höccətin aradan apardılar, qətlə yetirdilər. Deyir, Həzrət ki, başına zərbət vurulmuşdu, məsciddə idi. Bir qədər keçəndən sonra
Həzrəti qaldırıb, palaza büküb, aparırdılar evə. Bir tərəfdən İmam Həsən əleyhissalam, bir tərəfdən də İmam Hüseyin əleyhissalam tutmuşdu. Həzrətin mübarək başından axan qan üzünə və saqqalına yayılmışdı. Kufə küçələrində qəribə bir mənzərə yaranmışdı. İnsanlar qapıdan çıxırdılar, küçələrə çıxırdılar, yolun kənarında durub ağlayırdılar. Hərə bir söz deyirdi. Biri deyir ki, bu yetimlərin atasıdır. Biri deyir ki, bu gecələr bizə çörək gətirən insandır. Biri deyir ki, bu Peyğəmbərin qardaşıdır. Hətta bəzi qadınlar torpağı başlarına səpib deyirdilər ki, bu gecə ədalət Kufədən köçür. Müəyyən qədər yer gəlmişdilər, az qaldı evlərinə çatmağa. Həzrət Əli əleyhissalam buyurdu ki, saxlayın, buradan o tərəfə özüm ayağa qalxıb getmək istəyirəm. Dedilər ki, ya Əli, bu halda axı olmaz. Əli əleyhissalam dedi, axı istəmirəm Zeynəb məni bu şəkildə görsün. Amma ya Əli, Zeynəbi görüydün Kərbəlada nələr gördü. Gəldi, çatdı deyir evə. Qapı açılanda Ümmü Gülsüm atasının o şəkildə görəndə deyir, elə vay ata dedi. Elə vay ata deyib ağladı ki, deyir, İmam Əli əleyhissalamın özü tabi gətirə bilmədi. Dedi, qızım, ağlama, səbirli ol. Bu, Allahın mənə vəd etdiyi gündür. Ələ lənətullah aləl qavmiz zalimin. فَسَيَعْلَمُ الَّذ۪ينَ ظَلَمُوا اَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُونَ. Nefsin elinde esirem ilahi, kapımda cedayı hakirem ilahi. Bu dergâh-ı lütfe ümid ile geldim. Fakirem, fakirem, fakirem ilahi. Fakirem, fakirem, fakirem ilahi. İlahi, ilahi, garibem ilahi. Sen de dinen garibem, garibem, garibem ilahi. Garibem, garibem. Əgər nə hacətlə gəlmirsən, qəlbində nə hacətin var, bu gün gedək Əmir əl-Müminin əleyhissalamın qapısına. Bu günlərdə gedək Əmir əl-Mümininin qapısına, deyək ağa gəlmişim. Bahəm səslənək, qərib kimi gedək ağanın qapısına. Qəribəm, qəribəm, qəribəm ilahi. Denən qəribəm, 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 qəribəm. Yoxum səndən özgə, pənahim ilahi. Xəcalət ruyim, siyahim ilahi. Üzüm qara olmuş yenə məsiyyətdən, başımdan aşıbdı günahim ilahim. Garibem,
Garibəm, garibəm. Adamın bir gizlin derdi ola, hiç kime diyemez derdin. Gizlin dertlerle gelmişsen bilirəm bugün bu kapıya. O kalbindeki derdi, o haceti al nəzərə. Dinən ya Rabbel alemin, bilirəm günahım var. Bilirəm xətakarəm ya Rəbb. Ya Rəbb bilirəm, öz günahımdan xəbərdarım. İlahim məni sən məndən yaxşı bilirsən ya Rəbb. Dinən ya Rəbb, hər nə qədər günahım olsa da gəlmişəm bugün dərgahına. Gəlmişəm, çarəm sənsən, ümidim sənsən ya Rəbb. Ya Rəbb bu günlər başı zərbətlənən əlini yandı verirəm sənə. Əlinin adını tutub gəlmişəm qapıva. Nə vardı mütəhhər həyatım ilahi. Nə vardı ümidim, nicatım ilahi. Mənim həmd o şükrüm sənə layiq olmaz. Mühəqqərdir savme salatın ilahi. Garibəm, garibəm, garibəm ilahi. Uca denən garibəm, garibəm, garibəm ilahi. Garibəm. Garibəm, garib. Tabib hazır eylediler tabibi dünyaya. Tabib hazır eylediler tabibi dünyaya. Müayinə eləsin zəxmi şiri hicani. İmam Əli əleyhissalamın başına zərbət deyib, təbib gətiriblər ağanın başı üstünə. Gör nə deyir? Təbib hazır eylədilər tabibi dünyaya. Müayinə eləsin zəxmi şiri hicani. Açıbdı başdakı dəsmali, yaraya baxsın. Dübarə bağladı rəsi İmam-ı Valani. Açdı başındakı dəsmalın İmam Əli əleyhissalamın. Təbib ki baxsın görsün yarası nə cürdür. Dübarə bağladı rəsi İmam-ı Valani. Neynədir? Ayağa durdu, sakitcə istədi çıxsın mənzildən. Heç balalar qoyar onu o mənzildən, sakit çıxalar. Təbib istədi sakitcə tərk eləsin evi. Əli əleyhissalamın başını yarasını görəndən sonra.
Ayağa durdu, sükut ilə çıxsın mənzildən. Həsən buyurdu bizə faşilə qəzayani. Təbib de görüm atamın başının yarəsi nə cürdür. Cavab verdi. Təbib nə cavab verdi? Cavab verdi. Ağa ağlayın, başı sağ olsun. Cavab verdi. Ağlayın, başı sağ olsun. Niyə? Salıbdı dildən əlini, o tiği üdvani. Təbib bəs çarəsi nədir? Axı atam gözümüzün qabağında əl-ayaq çalır. Atam gözümüzün qabağında can verir. Aləmi yandıran mənzərə oldu. Ay Hüseynə hər il ağlayanlar, bu gün gedəcək Kərbəlaya. Nə cavab verdi? Dedi ağacan çarəsi süddür, meyl edər səhər axşam. Çarəsi süddür, meyl edər səhər axşam. Nə gönlü istəsən, təmin edin həmən ani. Su istəsə su verin, su istəsə su verin, qoymayın ətəş qalsın. Su istəsə su verin, qoymayın ətəş qalsın. Hamının yadına ətəş sözü gələndə kim gəlir? Hamı susuzun bir nəfər susuz görəndə kim yadına gəlir? Ətəş dedim, yadıma teşnələb Hüseyn düşdü. Ətəş dedim, yadıma teşnələb Hüseyn düşdü. Niyə? Dodaqları qurumuşdu, az qalırdı çıxacani. Əgər ki dəhridə susuz ölən çox olar. Nə qədər susuz ölən görərsən bu dünyada. Əgər ki dəhridə susuz ölən çox olar. Ay Hüseynin aşıqları, Hüseyn kimi ölən olmaz. Var əldə bürhani. Ağlamalı yeri burasıdır. Niyə? Niyə Hüseyn kimi ölən olmaz? Bilirsən niyə? Ağa qalmışdı məqtəldə. Gözü fərətə baxır, qəlbi xeyməni dolanır. Rüqəyyədən nicarandır, necədir əhvali. Ax mənim balam qalıb xeymələrdə. Ax Rüqəyyəm başsız qalıb, adamsız qalıb, adamsız qalıb. Gözü fərətə baxır, qəlbi xeyməni dolanır. Rüqəyyədən nicarandır, necədir əhvali. Əli başında fəqət onda bir yara vardı. Əli başında fəqət onda bir yara vardı. Amma Əman Hüseyn yarasından yox idi mizani. Hüseynin yarası saya gəlməzdi vallah. Sənə canımı qurban ya Əbu Abdillah. Gəldi Kərbəlaya, Əlinin adından gəldi Kərbəlaya. Ay Əlinin yasına gələnləri bir sual verəcəm. Qəlbimi dolandır, apar Mədinənin o küçələrinə.
apar Küfənin o küçələrinə, apar Həsənin yanına, Hüseynin yanına. Hamınız eşitmişsiniz, yetimlər eşidəndə Əmirə əleyhissalamın başına zərbət dəydi. Hamı yetimlər əllərində süt kasələri ilə gəldilər, durdular ağanın məhsərində. Hamı eşidib də bunu. Amma mən burada bir sual verəcəm sizə. Həm qəlbimi yandıracaq, həm səni Kərbəlaya aparacaq. Hamı eşidib də yetimlər, o Küfənin yetimləri gəldilər Əli əleyhissalamın məhsərini eşidəndə ki, Əli əleyhissalam zərbət alıb, südlə gəldilər qapıya. Təəccübən Əliyə süd gətirdi Küfəlilər. Təəccübən Əliyə süd gətirdi Küfəlilər. Təəccübən Əliyə süd gətirdi Küfəlilər. Amma çölün mübah suyundan Hüseynə vermədilər. Rüqəyyə baxa-baxa Hüseynin başın bədənindən ayırdılar Allah. Uca səslə Yasin. Bilirsən nə cür vermədilər? Hilal nəql eləyir, gördüm bir nəfər qalıb məqtəldə. Gördüm bir nəfər can verir, dodaqlar quruyub dəyir bir-birini. Qəlbim yandı, amma gördüm bir nəfər də məlun əyağın qoyub yaralının sinəsinə. Baxa, deyir qəlbim yandı. Dedim gedim Fəraddan bir kase su getirin bu yaralıya verin. Getdim əziyyətlə, məşəqqətlə, İstəmədim o su kasədən dağıla. Amma gələndə İmam-ı Zaman nə gördüm onda Şimridun. Gəlir gözündə göz yaşı, əlində qanlı miziban, bir əldə də qonaq başı. Qaçır dalınca bir xanım, o bacıdır bu qardaşı. Yanında xırda bir bala, ay baba mən Rüqəyyəm, ay baba. Hilal deyir, gəlib yetişəndə gördüm Əbu Əbdullahın başı bədənindən ayrılıb. Amma məni təəccübləndirən bir mənzərə oldu. Gördüm Şimir ağlayır. Dedim, ay məlun sən ki bu başı kəsmisən. Dedi, Hilal məni ağladan vardı. Sən ki Hüseynin balasının rozəsini işləndə gözündən yaş gəlir. Sən ki Ərdə və Əbu Abdullahın başının kəsilməyini işləndə gözündən yaş gəlir. Görüm əlan buna neyniyərsən? Dedi, istədim Hüseynin başın bədənindən ayırım. Nə qədər xəncərə təkan verdim, xəncər boğazın kəsmədi. Gördüm o qanla dolan gözlərini açdı, baxdı mənə. Dedi, ax bu boğaz kəsilməz, buradan anam Zəhra öpür. Bu boğaz kəsilməz, buradan atam əli öpür. Qardaşım Həsən öpür, bacım Zeynəb öpür. Bəs sən bunu ağlayan deyilsən axı, niyə ağladın? Dedi, Hilal istədim Hüseynin başın bədənindən ayıram, imkan olmadı. Onu döndərdim başın bədənindən ayıram, döndərdim başın arxadan bədənindən ayıram. Gördüm bir yaralı nənənin səsi gəlir, daldan kəsilən başı var, ano Zəhra qurban ay vala. Sənə canımı qurban Hüseyin.
bu dəmdə gördülər Zeynəbin səsi gəlir. Yaralı, can yaralı, mən sənə qurban yaralı. Buna aləmdir Hüseyn, sən yaralı, mən yaralı. Hüseyn can bir doyun, can sənə mən ağlamağa koymadılar. Başımın üstesine dağlamağa koymadılar. Sen can verende gözümü bağlamağa koymadılar ay kardeş. Dedi sen, ben bura gelmiş idim izzetle, yaverle. Gedirəm indi amma Şamə əsir şimru cəfa pərvərilən. Sen bacımı eylə dua o kəsilmiş əllərlə ay qardaş. Uca səslə Yasin. Ey səcdəcədə qanınə Gəltan yaralı, etdün namazə canı qurban yaralı. Ey səcdəcədə qanınə Gəltan yaralı, etdün namazə canı Kurban yaralı, kurban yaralı. Canım Ali, canım Ali, canım Ali, can denen. Canım Ali, can. Can. Canım Ali, can kulaq as. Ey səcdəcədə qanınə Qəltan yaralı. Sən də denən. Ey səcdəcədə qanınə Qəltan yaralı, etdün namazə canı qurban yaralı, etdün namazə canı qurban yaralı. Ey səcdəgahdə qalinə qaltan yaralı. Sən də denən ey səsin gəlmir, uca denən bir də ey səcdəgah etdün namaza canıvı, etdün namaza canıvı. Bir de eşkiləndirən ey səcdəgahdə qaninə qaltan yaralı. Bir de etdün namaza canı qurban yara. Uca uca etdün namaza canı kim vurdu başımdan bana kare cerahat. Tələsmə. Şaqqül qəmər oldu başından bir əlamət. Ay gün yığışdı bir yerə oldu qiyamət.
savruldu gözdə aləmi, imkan yaralim, imkan yaralim. Ey səcdəgahdə qalinə, qəltan yaralim. Denən ey etdün namazə canıvı, etdün namazə canıvı. Bundan da uca denən etdün namaz. Cəbrəil səsləndi, Əli qanə batıbdi. Baş verdi dinər o nəqo, dini ucaltdı. Baş yar Əlim, başı yarıldı, dildəki məqsudə çatdı. Kəşf oldu xəlqə bu qəmu, pünhan yaralim, pünhan yaralim. Ey səcdəgahdə qaninə, qəltan yaralim. Cavab! Ey etdün namazə canıvı, etdün namazə canıvı. Bir də etdün namaz. Qəlbim döyündü, gözlərim yollarda qaldım. Göz yaşım aktı surətə, rəngim saraldı. Olubdu mümkün gəlməyə, çarəm azaldı. Kaşaneyim səbrim olub, viran yaralı, viran yaralı. Ey səcdəgahdə qalinə, səs ver. Qəltan yaralı. Etdün namazə canıvı, etdün namazə canıvı. Bir də etdün namazə canıvı. Ay vardı başında yar eden tacı şərafət, məqsudi və yetdim baba tapdı saadet. Sınavı. Vardı başında yar eden taca şərafət, məqsudi və yetdim baba tapdın saadet. Ətval və sensiz olar bərpa qiyamət, bərpa qiyamət. Zeynəb necə görsün baba başın yarasın,
Zeynəb necə görsün baba başın yarası Qanun edib rüxsarvü əlvan yaralı Əlvan yaralı Ey səcdəgə də qaninə qəltan yaralı Dinə namazata Etdün namazatan Boyandı məsciddə qanə O ki şərafət idi insana Yetimlər qalıbla göz yolda Yoxdur əli baxırlar hər yana Dilində zikri Rəbbənası Əlindəki seyyi qəzası Gecə yarı gəzərdi ev Yetimlərin qərib atası Doyub canə, batıb qanə Doyub canə, batıb qanə Dəyibdi sərbə Qur'anə Doyub canə, batıb qanə Dəyibdi sərbə Qur'anə Yetimlər baş başa vermiş Sızıldarlar yana yana Əli canəm, əli canəm, əli canəm, əli canəm, əli canəm, əli canəm, əli Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım, Ali canım. Feley başa saldı yeksen. Aram mı? Geldi Ali Əbbada baş yare. Yanır Zeynəb ilə Gülsümə. Ürəklərim bu qəm edib parə Deyibdi bir-birə fələklər Deyirlər ya Əli mələklər Namazın üstə yar dəydi Namazın üstə yar dəydi Əli əmir el-mü'mininə Həsən ağlar, Hüseyin ağlar Həsən ağlar, Hüseyin ağlar Bu qəmdə Zeynəbeyn ağlar Batıblar şiələr yasa Tamamı aləmeyn ağlar Əli canəm Ali canım, Ali canım, Ali canım Parçalanıb başında əmmamə Çatdı Əli dahi itmamə Edün əhli aləmi aca Yorələnib Əli vəliyullah
başında əmmamə çatdı əli da itmamə edin əhli aləmi aca yarələnib əli vəliyullah bu səs dolub ərşi bərinə bu səs dolub ərşi bərinə zərbə dəyib sütun dinə namazın üstə yar edəydi Əli əmir el-mü'mininə xanım xeyrun nisa ağlar Rəsul-i Müstəfa ağlar Xanım xeyrun nisa ağlar Rəsul-i Müstəfa ağlar Gözündə yaş ağam Məhdi Diyər ey vay atam ağlar Əli canəm, Əli canəm Əli canəm, Əli canəm Əli canəm, Əli canəm Əli canəm, Əli canəm Bir də dinən Əli canəm, Əli canəm Əli canəm, Əli canəm Əli canəm, Əli canəm Bir axıncı bəndi Əli canəm, Əli canəm Fələk başa saldı qarı Gəldi Əli əbadə baş yarə Yanır Zeynəb ilə Gülsümə Ürəklərim bu qəm edib parə Ürəklərim bu qəm edib parə Deyibdi bir-birə fələklər Deyürlər ya Əli mələklər Namazın üstə yar edəydi Namazın üstə yar edəydi Ölür yetimlərin ağası Dolubdu qüssədən ürəklər Həsən ağlar, Hüseyin ağlar Mənə Həsən ağlar, Hüseyin ağlar Bir də Həsən ağlar, Hüseyin ağlar Bu qəmdə Zeynəbeyn ağlar Batıblar şiələr yasa Batıblar şiələr yasa Tamamı aləmeyn ağlar Əli canəm, Əli canəm Əli canəm Başla buyurun verəcəm sən. Başla buyurun. Ali canım, Ali canım Ali canım Ali canım Ali canım Ali canım Ali canım Diyarım fahr-ı lahar Ali Şirasiyam Diyarım fahr-ı lahar Ali Şirasiyam Aşıkan sarıya dolabrar Ali Şirasiyam Aşıkan sarıya dolabrar Ali Şirasiyam Ay maram başımı ağıyor 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 Ali Şirasiyam Melekan malikanı ağlama sultan Ali Melekan malikanı ağlama
سلطان علی سر به سر خلقت اگر پیکر اولا جان علی شیعیان جریان نگزن قند علی شیعیان جریان نگزن قند علی سسلیه جرم را فقار علی شیعه سیه سسلیه جرم را فقار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم عشقم از هر دلی حضرت باور دلی عشقم از هر دلی حضرت باور دلی همسر فاطمه دیتون پیامبر دلی زامن تشنسیم ساقی کوثر دلی زامن تشنسیم ساقی کوثر دلی بخبارم عدل دهن هارا علی شیعه سیه بخبارم عدل دهن هارا علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم از خود من حالین نادره به زبان نوشتم من حالین نادره به زبان نوشتم جمله اشنال و آب ذکر عذاب نوشتم جمله اشنال و آب ذکر عذاب نوشتم دینین پیکرین عشقین جانه نوشم قلمارم دهر دهار علی شیعه سیه قلمارم دهر دهار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه ای مرم باشم اغیار علی شیعه سیه آقا من آدم دادم قربان دارم آقا من آدم دادم قربان دارم düşmanlar müşküla bir yol ünvan ederim bu sözü sana olanlara elan ederim bu sözü sana olanlara elan ederim tapılar müşkülüme çare Ali şia'siye tapılar müşkülüme çare Ali şia'siye ay meram başım alyar Ali şia'siye ay meram başım alyar İşte ahırın olardı bu. ay meram başım alyar Bunu tamamlayanı. Böyle sana bunun da yapsın. Ama sen neresin anladın? Onu da ki Alevi bağına batan oynatma. Aşiyan heydaran Derim sana sen taklit aldı. Sonra hepsi kirmiş olarak pararım. Çeşme ağyora işıklı Gölü tavre yaram Saçlar yâri Beni khare yaram Saçlar yâri Beni khare yaram Canfada heydar kardana Canfada heydar kardana Ay maram başım ağrara Ay maram başım Ay maram başım ağrara Heydar'ın düşmanının gözlerini biz oyalım Heydar'ın
Yârenin gözlerini biz oyarıq Eşq o imanimizi alemi heyran koyarıq Eşq o imanimizi alemi heyran koyarıq Belə fikrini qaldı əlidən doyarıq Səsli rücdən şolar Səsli rücdən şolar Ay varam başımı al yar Alişir Utadın ay varam başımı al yar Alişir Ay varam başımı al yar Alişir Ay varam başımı Alişir Oşedan heydaran eşkına yar Aşidan heydaran eşkına yar Çeşme ağyar eşkına gülü toğayr yar Saslar yar eyvah Saslar yar eyvah Tanfa da heydar kardar alişi asira Tanfa da heydar kardar alişi asira Ay varam başımı al yar alişi Ay varam başımı al yar alişi Heydar, heydar. Heydar, heydar. Heydar, heydar, şoği Kevser heydar. Heydar, heydar, avval ahir heydar. Heydar, heydar, ey mazlum Fatih. Heydar, heydar, Fatih heydar, heydar. Heydar, heydar, şoği Kevser heydar. Heydar, heydar, avval ahir heydar. Heydar, heydar, ey mazlum Heydar, heydar. Bir daha. Heydar, heydar, Sâgî Kevser. Heydar, heydar, avval Heydar, heydar, ey mazlum Fatih. Heydar, heydar, Sâgî Kevser heydar. Heydar, heydar, avval ahir heydar. Heydar, heydar, ey mazlum Fatih. Heydar, heydar, Fatih heydar, heydar. Heydar, 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 heydar. Gamli kalbim dayananda Sınavı Gamli kalbim dayananda Bir dodağın kuruyanda Kömək olmaq müyuma Tam bu sinədən çıxanda Yetişsə ömrüm axırə Yetişsə ömrüm axırə Rəhm elə bu müntəzərə Gəl başın üstə gör necə Darıxmışam rozələrə Darıxmışam rozələrə Ağa Hüseyin, Ağa Hüseyin Mən sənə qurbanam Hüseyin Ağa Hüseyin, Ağa Hüseyin Mən sənə qurbanam Hüseyin Bir də Ağa Hüseyin, Ağa Hüseyin Mən sənə qurbanam Hüseyin Ağa Hüseyin
başdan atanda, damda dağında satanda, mən yad eylə Hüseyin can, ləhəd altında yatanda. Atma məni özgələrə, atma məni özgələrə, oy bədənim çeşmi tərəf, qəbrimə gəl gör necə, darıxmışam rozələrə, darıxmışam rozələrə. Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Əlim əldən üzüləndə, əlim əldən üzüləndə, qorxulu qəbrə gedəndə, gəl özün yetir əbəl fəz, mənə təlvin deyiləndə. Baxsana gəl bu nokərə, baxsana gəl bu nokərə, deyər nəkirə münkərə. Siz məni boşlayan kimi, siz məni boşlayan kimə, darıxmışam rozələrə, darıxmışam rozələrə. Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Denə! Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Ağa Hüseyin, ağa Hüseyin, mən sənə qurbanam Hüseyin. Ömrü qəlbim dayananda, dil dodağım quruyanda, kömək ol qoxmayım oğul, can bu sinədən çıxanda. Yetişsə ömrüm axərə, yetişsə ömrüm axərə, rəhm elə bu müntəzərə, gəl başım üstə gör necə, darıxmışam rozələrə, darıxmışam rozələrə, darıxmışam rozələrə. Sinə vur! Darıxmışam rozələrə. Sinə vur, sinə vur, dayanma! Bir şey Allah'a asırlaş. şefaatahum ecma'in. Allah âli derecede kabul eylesin inşallah. Bu azadarlığı Necefül Eşref'te, Kerbelal'da, Beqi'de eləyəsən inşallah salavat zikirlər. Allahümme salli ala Muhammed ali Muhammed muaccil faracahum. Azizlerim hazırlaşın inşallah. 5 dəqiqə bir şey Allah duası başlayacaq.